Aylıq imtahanı 2. Aylıq imtahanı 2. Hələ keçirdiyimiz imtahanı ikincisidir. Şimdi suallara izahat verəcəm bir-bir. Bütün sualların hamısını. Birinci sual. Ədədin sadə qruplarına ayrılmasını bilmək lazımdır. Ədədin sadə qruplara ayrılması. Başlayaq. Deməli, deyir ki, 960 ədədi bərabərdir. 2-nin üstü A, 3-ün üstü B, 5-in üstü C. Olarsa A plus B plus C cəmini tapın. Şagirdlər, bilirsiniz ki, 960 birinci 2-yə bölsəm 480, 2-yə bölsəm 240, 2-yə bölsəm 120, 2-yə bölsəm 60, 2-yə bölsəm 30, 2-yə bölsəm 15, 3-yə bölsəm 5, 5-ə bölsəm 1. Deməli, 960 bərabərdir. 2-dən neçədə nədir? 1, 2, 3, 4, 5, 6. 2-nin üstü 6, 3-ün üstü 1, 5-in üstü 1. Deməli, 2-nin üstü A. A-mız neçədir? 6. 3-ün üstü B. B-miz neçədir? 1. C-nin üstü 5-in üstü 1. C-mizdə nədir? 1. Deməli, bizdən soruşur ki, A plus B plus C-ni tapın. A plus B plus C bərabərdir. 6 üstəgəl 1 üstəgəl 1 bərabərdir 8. Cavabımız olacaq B variantı. Növbəti ikinci sual. Tir ən azı hansı uzunluqda olmalıdır ki, onu 60 cm və ya 50 cm hissələrə içsiz bölmək olar. Qayda keçmişdir ki, içsiz ən az, ən qısa sözləri varsa, bunların əkovu tapılır. Deməli, əkov 60 ilə 50-nin əkovu bərabərdir. Onu çıxardaram. Əkov 6 ilə 5. 5 ilə 6-ın əkovu nədir şagirdlər? Ardıcıl natural ədəd olduğuna görə əkov onların hasilinə bərabərdir. Bu da 300. Deməli, cavabımız olacaq C variantı. Üçüncü sual. 20 üstə gəlinsin. 20 üstə gəlinsin. 12 böl. 1-dən 0,7 çıxsa. 1-dən 0,7 çıxsa. 0,3 bərabərdir. 20 üstə. Elə biləcəklər ki, müəllim yatır sağdan qrup olsa da deməyəcəklər ki, şagird. 10-a vursam, üstə 120 bərabərdir. 20 üstə gələsin 40 bərabərdir 60. Məsələn, sadə bir şey. Demiş, onu, bax, əsas uşaqların ən çox, bax, burada problemi var. Ona vuranda 3-də 120. Məxrəcini nədə qurtarmalıyam? Nədə qurtarmalıyam məxrəcini? Onu kəsirlər. Aha, bu da belə. Sonra, uşaqlar, bu sualı yazmaq üçün enanı verib 12, NB-ni verib 5, NA ilə B-nin kəsişməsi 5 verirsə, NA birləşib B-ni soruşur. Qaydamız budur ki, NA üstəgəl NB sırf NA ilə B-nin kəsişməsi. A-mız, NA-mız 12-dir, NB-miz 9-dur, NA ilə B-nin kəsişməsi 5-dir. 21-dən 5 çıxanda 16. Deməli, cavabımız 16. Müəllim, başqa cür nətər elə bilərik. Eyni Venn diaqramını çəkərəm. Bu A-dır, bu B-dir. A ilə B-nin kəsişməsi 5-dir. NA-mız 12-dirsə, bura nə olacaq uşaqlar? 7 olmalıdır ki, bu 7 üstə 5 yanında 12. NB-miz 9-dur. 5 üstə nə gəlməliyəm? 4. Bizə NA ilə B birləşir deyəndə 7 üstə gəlirsin, 5 üstə gəlir 4, bir edəcək 16. İki cür həllini izah eləmiş olduq. Aydındır. Sonra keçib 5-ci suala. 5-ci sualda nədir uşaqlar? Bax, əkov AB bölünsün, əbob AB. Mən sizə demişəm ki, C-ni verir. Nəyi verir? Əkov AB böl. Əbob AB nəyi verir? Verir C-ni. C də nədir? Ortaq olmayan sadə qrupların hasilidir. Deməli, əziz və hörmətli şagirdlər, ortaq olmayansa bu o deməkdir ki, A-ya baxırsınız. A-da 2-dən neçədə nədir uşaqlar?
2-dən 6 dənədir, 3-dən 8 dənədir, 5-dən 4 dənədir. B-yə baxaq. 2-dən 4 dənədir, 3-dən 7 dənədir, 5-dən 5 dənədir. İndi biz C-ni tapmalıyıq. İndi bax uşaqlar, neçəsi 2 dənə 2 ortaq deyil? 2 dənə. Deməli 2-nin üstü 2. Neçə dənə 3 ortaq deyil? 1 dənə 3 üstü 1. Neçə dənə 5 ortaq deyil? 5 üstü 1. 2-nin üstü 4. 2-nin üstü 2. 4 vur 3 vur 5. Eləyir 60. Başa düşdük. Cavab oldu 60. 6-cı sual. Uyğun tərəfləri paralel olan iki bucağın fərqi 20-dir. Uyğun tərəfləri paralel olan iki bucağın fərqi 20-dir. Şəkil də çəkə bilərsən. Biri deməli kör bucağıymış. Biri də nəymiş uşaqlar? İti bucağıymış. Deyək ki, bu alfadır, bu betadır. Şəkili ehtiyatsa yox. Çəkə də bilərsən, çəkməyə də bilərsən. İndi alfa çıxılsın beta deyil neçədir uşaqlar? 20-dir. Bəs uyğun tərəflərin paralel olan 180 dərəcə. Tərəf-tərəfə toplasam, gedər, qalar. 2 alfa bərabərdir 200 dərəcə. Alfa bərabərdir 202-yə böləndə 100 dərəcə. Alfamız 100 dərəcəsi, betamız da 80 dərəcədir. Bizdən böyüyünü mü soruşur? Böyük 100 dərəcə. Sonra növbəti 7-ci sual. Bu sualı bilmək üçün 2 dənə qayda keçmişəm və 4-cü sinifdə də bunu çox keçmişsiniz. Hissəsinə görə ədədin tapılması. Məsələn, n bölünsün n hissəsi a olan ədədi tapın deyəndə a-nı bölürəm nəyə? N bölünsün n-ə. Bu da olur a vurulsun, n aşağı düşür, n yuxarı. Və yaxud da deyirəm ki, a ədədinin n bölünsün n hissəsini tapın deyəndə a-nı vuracam elə birbaşa n bölünsün n-ə. Bu qaydanı biləndən sonra 3-də 2 hissəsi 24 olan ədədi tapın deyəndə 24-ü böləcəm 3-də 2-yə bərabərdir. 24 vurulsun 2-də 3-ə 12, 3-ə vuranda 36. Təzdən də deyir, 36-nı 4-də 3-ünü tap. 4-dən 36 gedir, 9, 9-da 3, 20. Cavabımız oldu, 20. Sonra 8-ci sualı bilmək üçün, şagirdlər 8-ci sualı bilmək üçün A ədədinin qiymətli hissəsi və birinci deyirik ki, ümumiyyətlə ədədin standart şəkili L bərabərdir A vurulsun onun üstü N'dir. A'mız qiymətli hissədir 1 ilə onun arasında yerləşir. N'imiz isə tərtibdir. Tərtibdir. Aparıb yerinə qoyacağım sadə. Deyir ki, A ədədinin qiymətli hissəsi, yəni 2 tan %22-dir. Tərtibi isə onun üstü 3'dür. Tərtibdə 3'dür. Bunu hesablasam 1000'dir. 1000'i də 2 tan 22'ye vuranda 2022. Bu qədər sadə bir misal. Oldu B variantı. 9-cu sual. Ədədin sadə vuruqlarının sayı müxtəlif sadə vuruqlarının sayı müxtəlif sadə vuruqlarının sayından neçə dəfə çoxdur? Ədədin sadə vuruqlarının sayı nədir? Demişdim ki, 2-dən 6 dənədir, 3-dən 8 dənədir, 5-dən 10 dənədir. Sadə vuruqların sayı neçədir? 24. Müxtəlif sadə vuruq deyəndə bir dənə 2, bir dənə 3, bir dənə 5. Müxtəlif sadə vuruqlar necədir şagirdlər? 3. 24 3-dən neçə dəfə böyükdür? 24 3-ə böləcəm 8. Cavab olacaq Allah'dan. Başa düşdünüz şagirdlər. Sonra 10-cu sual. A'dan neçə dənədir? A'da nə təkrarlanır? 35, 35. B'də nə təkrarlanır? 5'lər təkrarlanır. C'də nə təkrarlanır? Sıfırlar eynidir, 3'lər eynidir, 5'lər eynidir. Sonra bura baxacağım. Ən böyük hansıdır? B. Sonra A. Ya cavabımız bu ya da C kiçikdir, A kiçikdir. İndi hansının artan azalan sayı verirsə ona baxaq. Hansı oldu? C kiçikdir, A kiçikdir. B variantı. Keçirik 11-ci suala. Və bunu çoxlu izah eləmişdik. Demişdik ki, 5 ədədi ortası 24'dür.
Deməli 5 ədədin ədəd ortası 24-dür. Bunların cəmi nədir? 24. Yəni 24-ü vuracağım 5-ə. 120. 2 ədədin ədəd ortası isə 10-dur. Onu vuracağım 2-yə, cəmi 20-dir. Və bizə deyir ki, bu 7 ədədin ədəd ortası, 7 ədədin birinci 120 üstə 20 gələcəm, böləcəm 7-yə. 140 bölünsün 7 bərabərdir 20. Cavabımız oldu. Devam. Sonra biz düzgün kəsir bilməliyik nədir? Bir də düzgün olmayan kəsir nədir? Gəlin ona bax. Bizə şərtlər verib ki, A bölünsün 15 və 12 bölünsün A plus 2. Hər ikisi düzgün olsun. A'ya baxıram. A'mız ən kiçik nədən başlayacaq? 10 olsa olmaz, 12'də 12. A'mız ən kiçik olacaq neçə? 11. Baxıram, burada ödəyirmi? Bəli, ödəyir. 12, 13, 14, 15 ödəmir, çünki burada ödəməyəcək. Bunların cəmi 11 üstə 12 gələndə 23, 36 üstə 14 gələndə 50. Deməli, cavabımız olacaq E variantı. 12-ci sualda belə getdik. Sonra gəldim bura. Deyir ki, eyni Venn diaqramına əsasən A-nın B-dən fərqi. A-nın B-dən fərqi nədir uşaqlar? Yalnız A-ya aid olan elementlər. Neçə dənədir? 4 dənə. N B-miz, yəni bütün B-yə aid olan 5 dənə. 4-ü 5-ə böləndə 0,8. Deyir ki, A plus 3 ədədinin 20%. 20% birinci onu bilirsiniz, 5'də 1-idir. Ya da A plus 3'ü vuraram 20%. Bölərəm 100%. Eləyər 13. 20%-dən gedir 5. Deməli, A plus 3 bölünsün 5 bərabərdir 13. A plus 3 bərabərdir. 5 10-a vuranda 65. A da bərabərdir. 65-dən 3 çıxarar 62. 62. Ya da şifahidir. 20% 13 olan ədəd neçədir? 5'də 1 13 olan ədəd neçədir? 13 vur 5, 65. 65'dən də çıxaram 3'ü 62 eləmiş olar. Sonra 15-ci sual. Adil müəllim sizə izah elədi. Əgər ədəd kökün altındadırsa və kökün altından çıxmırsa, deməli bir budur, bir də 2 dənə. Bir də demişdim, hansı ifadədə pi və y hərfi varsa, həmin ifadə irrasionaldır. Deməli, bu nədir? İrrasionaldır. Neçə dənə ədəd var? 3 dənənin. Opsi nə qədərdir? 10 dənə. 0,3. Cavab oldu. Y variantı. Sonra, demişəm ki, əziz şagirdlər, daxili çarpaz uzaqlar nədir? Bura alfadır, burada beta deyirəm. Deməli, alfa nəyə bərabərdir? Beta'ya, çarpaz uzaqlar. İndi baxaq. Buna uyğun. Bura 47 dərəcədirsə, deməli, bu ikisimiz nədir? 47 dərəcədir. Deməli, bu ikisinin cəmi də neçə dərəcədir? 64 dərəcə. 47-nin üstə nə gəlsəm 64 dərəcə, 17 dərəcə. İkisimiz 47, ikimiz də 17. Bizdən sonra 2 çıx, 2. 47 çıxılsa 17 dərəcə. Bərabər 9 dərəcə. Başa düşdük. Sonra 17. Diqqətlə mənə 17-ni 100 dənə yolla yaza bilərsiniz. 100 dənə. Deyir, əncə buradaşın öz çəşinə 40% itirir. Ya 300-ün 40%-ni taparam, 120, 300-dən 120 çıxaram, 180. Ya birbaşa deyir ki, 300 kiloqram əncil var. Deməli, 300 kiloqram əncili 100%dirsə, 40% itirirsə 60% qalır. 60% nə qədərdir? X-dir. Buradan da 100 X 400 x para bilərəm, özüm belə yazdım ki 18.000, bundan da bu 2 sıfır edər, x bərabərdir 180. Cavabımız oldu 180. 18-ci sual. Demişdim ki, şagirdlər, ağzı bu tərəfə baxanların cəmi, ağzı bu tərəfə baxanların cəminə bərabərdir. 30-un üstə 45 gəlsəm 75 dərəcə.
İndi x'in 20 üstünə gəlsəm 55. 55 dərəcə. Cavabımız 55 dərəcə. Bu qədər sadə. 19. Deməli uşaqlar, bax nədir? Bunların canını nədən tutaracaq? 100-ə vursam 25-də yuxarıda olacaq 250. Aşağı 100-ə vursam 1-də 10. Yuxarıda 12 bölünsün. 0-4-də 3 nə deməkdir? 9-da 3. Gəlin qıraqda yazıram. Bax 0-4-də 3-ə baxaq. 0-4-də 3 qaydadır. 9-da 3. Bu deyir nə? 3-də 1. Bərabərdir. Bundan bu gedir qalır 10. Üstə gəl 10. Üstə gəl 12 vurursun 3-ə. Bu da 12 3-ə vuranda 36. 10 üstə gəl 10. 20 üstə 36 qalında 56. Cavabımız oldu 56. Sonra 20-ci sual. 20-ci sual. Diqqətlə mənə baxaq, uşaqlar. Deyir ki, A və B çoxluları üçün N-a bərabərdir 3, NB bərabərdir 11 olarsa, A birləşib B-nin ən kiçik qiymətini tapın. Diqqətlə mənə qulaq asılır. A birləşib B-nin ən kiçik qiyməti. Ya, uşaqlar, kəsişdə belə yazaram. Aynən B, bura A-dır, bura B-dir. A-mız 3-dür, B-miz onda, bax, belə olanda A-mız nədir? 3. B-miz neçədir? 11. A birləşib B nəyə bərabərdir burada? 11. Bir də A, B-nin nəyi olsa alt çoxluğu. A-mız da bu 3 olar. B-miz də bu 8 olar. A-mız 3-dürsə, benim o içərisində yazdım, maraqlı olsun. B-miz də 8-dir. Şimdi, aynən B-nin birləşməsi demişdi, yox ki, nəyi verir? B-ni verir, düzdürmü? Deməli, o da nə verir? 11. İndi sizə bir söz deyəcəm, baxın bu ikisində. Əgər A ilə B birləşir deyirsə, ən kiçik qiymət deyirsə, həmişə nə olacaq? Cavabdakı ən böyük qiymət olacaq. A ilə B-nin kəsişməsinin ən böyük qiymətini soruşursa, ən kiçiyi onun ən böyük qiymət olacaq da, məntiqlə. Başa düşdünüz? Burada da cavabımız oldu 11. Sonra, 21-ci sual şagirdlər. Demişik ki, uyğun tərəfləri paralel olan eyni adlı bucaqlar bərabər, müxtəlif adlı bucaqların cəmi. Deməli, 20-miz nəyə bərabərdir? 4x-ə. 4x bərabərdir 20 dərəcə, x bərabərdir 5 dərəcə. Bura 4x-imiz 20 dərəcədirsə, 4y-imiz neçə dərəcədir? 160 dərəcə. Niyə? Daxili bir tərəfli bucaqlardır, cəmi 180-dir. Ya bura yazıb, burayla da baxa bilərik. Bura 20-dirsə, bura 160 dərəcədir. 4-2-miz nəyə bərabərdir? 160 dərəcə. 2-miz 22. Uşaqlar üçün alınmış hədiyyələrin 45% oğlanlarındırsa, neçə faizi qızlarındır? 55%. Qalan 30% isə qızlara təqdim olundur. Deməli, 33-ün neçə faizdir? 55%dir. Ümumi bizdən hədiyyəni soruşur. 100%-i x-dir. 55x bərabərdir 3300. X də bərabər 3355-ə böləndə 60. Cavabımız oldu 60. Ümumi 60 hədiyyə var imiş. Onun 45%-i oğlanların imiş. 55% də qızlarındır. 360 ədədinin natural bölənlərinin sayını tapır. Demişdik ki, ədədin natural bölənlərinin sayını tapmaq üçün ədədin sadə vuruqlarına ayrılıb natural üslü qüvvə şəklində yazırlar. Sonra üstlərinə bir gəlib, bir-birinə vurulur. İndi 360-ı sadə vuruqlarına ayırıram. İkidən neçə dənədir? 3 dənə. 3-dən neçə dənədir? 2 dənə. 5-dən neçə dənədir? 1 dənə. 3 üstə gəlirsin 1, 2 üstə gəlirsin 1, 1 üstə gəlirsin 1. Bərabərdir. 4 vurulsun, 3 vurulsun 2. 24. Cavabımız ne oldu? 24. Sonra 24-cü sual.
Çox sadə. Diqqət eləmək lazımdır. COD-miz neçə dərəcədir? 75 dərəcə. Bu perpendikulərsə bura nə çatmış? 15 dərəcə. Bura nə çatmış? 15 dərəcə. Opşi bunu soruşur. 105 dərəcə. Sonra aha 24 dedi, 25-ci sual. Sadəcə uşaqlar 25-ci sualı nə etmək lazımdır? Oxumaq lazımdır. 3 qabda olan məhlullar uyğun olaraq birinci qabdakı nədir? 2K, ikinci qabdakı 3K, üçüncü qabdakı 7K. Deyir, birinci qabdakının üstə 2K-nın üstə nə gəlsin? İkinci qabdakının üstə 3K-nın üstə nə gəlsin? 140. Üçüncü qabdakının üstə 7K-nın üstə nə gəlsin? 140 gəlsin. Birinci və ikinci qabdakının cəmi üçüncü qabdakına bərabərdir. 2K üstə gəlsin 80, üstə gəl 3K üstə gəl 100. Deyir, bərabərdir 7K üstə gəlsin 140. 2K, 3K eləyir 5K, üstə gəlsin 180, bərabərdir 7K üstə gəl 140. Dəyişənləri sol ataram. 5K çıxılsın 7K, bərabərdir 140 çıxılsın 180. Mənfi 2K bərabərdir 140-dan 180 çıxsan, mənfi 40. K bərabərdir 20. Deməli, birinci qabda aparıb 2-yə vuraram, ikincini 3-ə vuraram, üçüncüsündə hamısını 2-ni vursam 20-yə 40. Deməli, bu oldu birinci qabdakı. Sonra 3-ü vuraram 20-yə, eləcə 60 ikinci qabdakı. 7-ni vuraram 20-yə 140. Üçüncü qabda da oldu. A. Deməli, 40, 60 və 140. Belə. İkinci, 9-cu siniflər üçün də ikinci aylıq imtahanımızı suallarını izah elədik. Növbəti üçüncü aylıq imtahanında görüşərik. Hələlik.